Dünən Azərbaycan Dəmir Yolu Muzeyinin Açıq Qapı Günü idi. Qeyd edim ki, Açıq Qapı Günü oktyabrın 14-dən 19-na kimi idi. Muzeyin əsas məqsədi Azərbaycanda dəmir yolunun yaranması və inkişafını əks etdirmək, bu sahədə çalışan insanların əməyini tanıtmaqdır. Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq imza günləri, qiraət saatları, kitab və rəsm sərgiləri, ictimai xadimlərlə görüşlər və s. kimi tədbirlərin təşkili nəzərdə tutulub. Burada çoxlu maraqlı eksponatlar, köhnə lokomotiv modelləri, vaqon hissələri və dəmir yolu alətləri, ilk bilet nümunələri, dəmir yolu xəritələri, teleqraf aparatları, forma geyimləri, fotoşəkillər, sənədlər, nadir arxiv materialları, dəmir yolunda işləyən mühəndis və işçilərin şəxsi əşyaları nümayiş olunur. Muzeyə giriş böyüklər üçün 10 AZN təşkil edir. Məktəbə qədər uşaqlar və 16 yaşa qədər məktəblilər böyüklərin müşayiəti ilə ödənişsiz olacaq. Qrup şəklində şagirdləri gətirən müəllimlər və ya onları müşahidə edən şəxslər 4-5 nəfəri keçməmək şərti ilə ödənişsiz olacaq. Valideyn və uşaq ayrıca muzeyə daxil olduqda isə böyüklərdən ödəniş alınır.